Bu videoya bir sualla başlamaq istəyirəm. Reinkarnasiyaya inanırsan? Əgər bunun nə olduğunu bilmirsənsə, onda qısaca izah edim. Reinkarnasiya bir ruhun heç vaxt ölməməsi və dəfələrlə yenidən doğulmasıdır. Bugünkü videomuzda reinkarnasiya ilə bağlı sənədləşdirilmiş real hekayələr dinləyəcəksiniz. Maraqlıdır? O zaman başladıq. Narendra Kumar Hindistanın bir kəndində yaşayan 5 yaşlı uşaq idi. Danışmağa başladığı gündən bəri Kanpur şəhərində yaşadığını və adının Suresh Verma olduğunu deyirdi. Narendra'nın ailəsi əvvəlcə bunu uşaq xəyalları kimi qəbul etdi. Amma uşaq Suresh'in ailəsini, evinin şəklini və necə öldürüldüyünü bütün detalları ilə danışanda hər şey dəyişdi. Araşdırmadan sonra məlum oldu ki, Suresh Verma adlı bir şəxs illər əvvəl uşağın dediyi şəkildə Kanpurda qətlə yetirilmişdi. Ailə ilə görüş təşkil olunanda Narendra tanımadığı evdə hər otağın yerini düzgün işarə etdi və Suresh'in dul arvadına "Sən əvvəl mənim idin" dedi. 1926-cı ildə Hindistanın Dehli şəhərində dünyaya gələn Shanti Devi 4 yaşında olarkən valideynlərinə Mathura şəhərində yaşadığını, ərinin olduğunu və doğuş zamanı öldüyünü deməyə başlayır. Anası və atası əvvəlcə bunun uşaq təxəyyülü olduğunu düşünürlər, amma uşaq əvvəlki həyatında Lugdi adlı qadın olduğunu deyir və bütün detalları danışırdı. Evin yerini, ərinin adını, hətta necə öldüyünü. Sonra nə oldu bilirsiniz? Rəsmi araşdırmaya başladılar. Shanti Mathuraya aparıldı və orada yaşayan ailəni dəqiqliklə tanıdı. Ailə, kənd, tarix hamısı dedikləri ilə uyğunlaşırdı. 1957-ci ildə İngiltərədə Pollock ailəsinin iki qızı Joanna və Jacqueline avtomobil qəzasında həyatını itirir. Bir il sonra ana yenidən hamilə qalır və əkiz qızları dünyaya gəlir. Jillian və Jennifer. Maraqlısı budur ki, Jennifer'in bədənində əvvəlki bacısı Jacqueline'də olan eyni doğum ləkələri var idi. Əkizlər əvvəlki bacılarının sevdiyi oyuncaqları tanıyırdılar və əvvəl görmədikləri yerləri doğru şəkildə xatırlayırdılar. Uşaqlar qəzanın necə baş verdiyini də təsvir edirdilər. Heç kim onlara bu haqqda danışmamışdı. Jenny Cockell'in uşaqlıqdan İrlandiyada yaşadığı əvvəlki həyatına dair qəribə xatirələri var idi. O özünü Mary Sutton adlı qadın kimi xatırlayırdı. Çox saylı uşaq dünyaya gətirdiyini və erkən yaşda vəfat etdiyini deyirdi. İllər sonra Jenny İrlandiyaya gedir. Doğulduğunu dediyi kəndə baş çəkir və Mary Sutton'ın həqiqətən də orada yaşamış, erkən vəfat etmiş bir qadın olduğunu öyrənir. Onun uşaqları da hələ sağ idi və Jenny onlarla görüşdü. Uşaqlar onu anası olaraq qəbul etdi, çünki Jenny uşaqların uşaqlıq xatirələrindən, evlərindəki detallardan xəbərdar idi. 4 yaşında olan Ryan Hemmons bir gün anasına "Mən əvvəl başqa biri idim, Hollywoodda yaşayırdım" dedi. Ryan keçmiş həyatında 1930-cu illərdə aktyor olduğunu, rəqs etdiyini və Parisə getdiyini iddia edirdi. Anası bu sözlərə əvvəl inanmırdı. Bir gün köhnə bir Hollywood film sənədinin aktyorların şəklini göstərdi və Ryan içlərindən birini göstərərək "Mən bu idim" dedi. Araşdırma nəticəsində məlum oldu ki, o şəxs Marty Martin adlı aktyor və agent idi və dediyi detallarla Ryan'ın xatirələri üst-üstə düşürdü. Hətta aktyorun qızı da Ryan'ın danışdıqları qarşısında məhtəl qalmışdı. Yəqin ki, bu videodan sonra reinkarnasiya ilə bağlı ağlınıza daha çox sual yarandı. Şərh bölməsində başınıza gələn belə hadisələri yazmağı və videonu paylaşaraq dəstək olmağı unutmayın. Növbəti videoda yenə daha maraqlı mövzu ilə qarşınızda olacağam. Hələlik!